Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi gözlənilir. Sinoptiklərin son məlumatına əsasən mayın 25-i tarixində paytaxt və ətraf ərazilərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Gün ərzində bəzi ərazilərdə yağışın qısa müddət ərzində intensiv xarakter alacağı, eyni zamanda şimşək çaxacağı ehtimal edilir. Xüsusilə axşam saatlarına doğru hava şəraitində qeyri-sabitliyin daha çox hiss olunacağı bildirilir. Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlığa görə təkcə Bakı və Abşeron deyil, Azərbaycanın bir çox rayonlarında da qeyri-sabit hava şəraiti davam edəcək. Proqnozlara əsasən mayın 26-sı axşamadək ölkənin bəzi bölgələrində yağıntılı hava müşahidə olunacaq. Ayrı-ayrı rayonlarda yağışın intensiv və güclü olacağı, şimşək çaxacağı və bəzi yerlərdə dolu düşəcəyi ehtimal olunur. Dağlıq və yüksək dağlıq ərazilərdə isə hava şəraiti daha sərt keçə bilər. Sinoptiklərin məlumatına görə yüksək dağlıq bölgələrdə qar yağacağı ehtimalı da var. Bu səbəbdən həmin ərazilərdə yaşayan sakinlərə və səfərə çıxan şəxslərə diqqətli olmaq tövsiyə edilir. Mütəxəssislər bildirirlər ki, yağıntıların intensiv olması səbəbindən çaylarda sululuğun artması gözlənilir. Xüsusilə dağ çaylarında qısa müddətli sel hadisələrinin baş vermə ehtimalı var. Bu səbəbdən dağlıq ərazilərdə yaşayan və istirahət üçün həmin bölgələrə üz tutan vətəndaşlara ehtiyatlı davranmaq tövsiyə olunur. Hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülərə də xəbərdarlıq edilir. Yağışlı hava yollarda görünüş məsafəsini azalda və sürüşmə riskini artıra bilər. Buna görə sürücülərin avtomobilləri texniki baxımdan yoxlamaları, sürət həddinə əməl etmələri və xüsusilə gecə saatlarında daha diqqətli olmaları tövsiyə edilir. Küləkli və yağışlı hava bəzi ərazilərdə gündəlik həyata da təsir göstərə bilər. Açıq havada çalışan şəxslər, kənd təsərrüfatı ilə məşğul olan insanlar və istirahət planı quran vətəndaşların hava proqnozlarını izləmələri vacib hesab olunur. Meteoroloqlar bildirirlər ki, yaz fəslində hava şəraitinin tez-tez dəyişməsi normal haldır. Lakin bəzi hallarda güclü yağıntılar və şimşək təhlükəli vəziyyət yarada bilər. Bu səbəbdən rəsmi qurumların xəbərdarlıqlarını izləmək və təhlükəsizlik qaydalarına əməl etmək tövsiyə olunur. Hazırda aidiyyəti qurumlar hava şəraitini diqqətlə izləyir və lazım gəldiyi halda əlavə məlumatların veriləcəyi bildirilir. Vətəndaşlara rəsmi məlumat mənbələrinə etibar etmələri və hava ilə bağlı yayılan xəbərləri diqqətdə saxlamaları məsləhət görülür.